Bismillahirrahmanirrahim. Öz qardaşına, dostuna yaxşılıqla məzəmmət et. Yəni, onu məzəmmət etmək əvəzinə ona yaxşılıq et ki, utansın. Çünki xəcalətin təsiri bütün məzəmmətlərdən çoxdur. Onun pisliyini ona bəxşiş etməklə dəf et. Çünki bəxşiş dostluğa, pislik müqabilində pislik etmək isə düşmənçiliyin artmasına səbəb olur. Müqəddəs Quran-ı Kərimin Möminin surəsinin 96-cı ayəsində Allah buyurub, ümmətin əziyyət və pisliyini yaxşılıqla dəf et. Allah həmd eləyir öz izzət cəlalına, bizləri yaxşılıq edən bəndələrindən qərar versin inşallah.